Allahümme arifni nafsek. İlahi mənə özünü tanıtdır. Məruf duadır da bu. Fe inneke illan tuarrifni nafsek lem arif rasulek. Eğer özünü mənə tanıtdırmasan, mən sənin Rəsulunu da tanıya bilmərəm. Allahümme arifni rasulek. İlahi Rəsulunu tanıtdır. Rəsulunu tanımasam, lem arif hüccətek. Hüccəti tanıya bilmərəm. Birinci Allah tanımaq. Bir tərəfdən baxanda, dünən qardaşlardan da sual vermişdilər. Əhl-i beyti tanımadan Allah'ı tanımaq olar. Bu da düzdür. Deyəsə, səhv eləməsəm, Hadi qardaş dünən sual vermişdi. Amma məsələnin bir digər tərəfi də var. Allah'ı da tanıması, Əhl-i beyti də düz tanıya bilməliyik. Bəzi vaxtda biz Allah'ı tanımalıyıq. Sonra gəlib Əhl-i beyti düzgün dəyərləndirməliyik. Əgər Allah'ı tanıya bilməsi, Əhl-i beyti düzgün dəyərləndirə bilməliyik. Bəli, bir tərəfdən də məsələ belədir ki, sən ibtidai olaraq Allah'ı tanıdın, amma istəyirsən imanını doğruldasan, istəyirsən Allah'a qovuşasan, oradadır ki, Əhl-i beyt rol oynayır artıq. Əhl-i beyti tanımasan Allah'a qovuşa bilməyəcəksən. Bunun mənası budur. Yəni, Əhl-i beyti tanımadan Allah'a qovuşa bilməyəcəksən. Aydındır. Amma birinci baxışdan sən gərək əvvəl öz bu xilqətdə, kainatda öz yerini tapasan, hardasan. Ondan sonra Əhl-i beytə dəyər verə biləcəksən. Öz yerini kainatda tapmaq üçün gərək əvvəl Allah'ı sübut eləyəsən, Allah'ı tanıyasan. Allah'ı tanıyasan və biləsən ki, sən onun yaradılmışısan. O səni yaradıb. Xilqətdə öz yerini tapandan sonra görəcəksən ki, Allah Teala yaradılışda möcüzələr edib. Allah Teala insanlar yaradıb, mələk yaradıb, insanların içində də ən kamil insanlar yaradıb. O vaxt sən Əhl-i beytə dəyər verə biləcəksən. Aydındır. Bəs gəlin Allah'ı tanıyaq. Biz əgər Allah'ı özümüz bacardığımız qədər Allah bizə verdiyi istedad həddində tanımasaq, Əhl-i beytə də düz dəyər verə bilməyəcək. Sadəcə Əhl-i beyt məsələsi ki, bizə Allah'ı tanıtdırır, oradadır ki, bizi Allah'a qovuşdurur. Onlar vasitədir. Onlar vasitədir. Aydındır. Qovuşturmaq məqamında əsasən Əhl-i beytsiz Allah'a çatma yoldur.